Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump İranda davam edən hökumət əleyhinə etirazlarla bağlı Azərbaycanın Kanal 13 YouTube kanalında yayımlanan videonu paylaşıb. Yanvarda Trump Truth Social hesabında etdiyi paylaşımda ilk dəfə olaraq Azərbaycan mediasına istinad edərək Kanal 13-ün materialını izləyicilərinə təqdim edib. Bu paylaşım Kanal 13-ün İran hadisələri ilə bağlı operativ və dolğun informasiya təqdim edən media qurumu kimi beynəlxalq diqqət mərkəzinə düşdüyünü göstərir. Kanal etirazların ilk günündən etibarən İrandakı vəziyyəti yaxından izləyərək eksklüziv görüntülər, son dəqiqə xəbərləri və aktual məlumatları auditoriyaya çatdırıb. Bununla yanaşı, Kanal 13 yalnız hadisələri işıqlandırmaqla kifayətlənməyərək, İranda baş verən hökumət əleyhinə proseslərin mahiyyətini və cəmiyyətin mövqeyini əks etdirən analitik materiallar da yayımlayıb. Kanalın fəaliyyəti regional mövzularla məhdudlaşmır. Kanal 13 Ukraynadakı müharibə, beynəlxalq siyasi proseslər və sosial hərəkatlar da daxil olmaqla qlobal gündəmi mütəmadi olaraq işıqlandırır. Azərbaycanın ilk beynəlxalq media kanalı olan Kanal 13 bugün dünyanın müxtəlif ölkələrindən təxminən 2 milyon abunəçiyə malikdir. Kanal qərəzsiz, müstəqil və operativ jurnalistika prinsiplərinə sadiq qalaraq beynəlxalq informasiya məkanında mövqeyini getdikcə gücləndirir. Artan nüfuzu fonunda Kanal 13 gələcəkdə də ictimai əhəmiyyət daşıyan hadisələri vaxtında və obyektiv şəkildə təqdim etmək missiyasını davam etdirməyi qarşısına məqsəd qoyur.